Vaxtınız xeyir, hər birinizi YouTube kanalımda xoş gördüm. Bugünkü mövzumuz çox maraqlı müzakirə mövzusu olacaq. Çünki mən çox tez-tez məhz bu fikirlərlə qarşılaşıram ki, rus dilində danışmaq üçün qrammatikaya ehtiyac yoxdur. İndi mənə maraqlıdır. Bəs siz necə düşünürsünüz? Rus dilində ümumiyyətlə sərbəst şəkildə danışmaq üçün biz qrammatikanı bilməliyik yoxsa yox? Fikirlərinizi şərh bölməsində bölüşə bilərsiniz. İndi isə gəlin mən öz fikrimi sizə bildirim. Deməli, mən çox tez-tez belə bir fikirlə qarşılaşıram ki, bəs biz niyə qrammatikanı öyrənməliyik? Bəyəm balaca uşaqlar dil açanda qrammatika öyrənib, qrammatika bilib danışırlar? Onlar sadəcə eşidərək, multiklara baxaraq bir dili öyrənirlər və o dildə də çox qəşəng, sərbəst danışa bilirlər. Deməli, biz də bu şəkildə öyrənə bilərik. Sadəcə eşitmək lazımdır, çoxlu multiklara, kinolara, seriallara baxmaq lazımdır və qrammatikanı bilmədən də bu şəkildə məşğul olaraq biz tez bir zamanda rus dilini öyrənə bilərik. Bax, sizə əminliklə deyirəm ki, qətiyyən öyrənə bilmərsiniz. İndi izah edəcəm niyə. Çünki uşaqlar, imенно что onlar dil açırlar. Fərqi yoxdur hansı dil olur olsun. Məsəl üçün bax, o qədər analar var ki, deyirlər ki, yox, mən istəyirəm ki, mənim övladım imенно rus dilində dil açsın. Ona görə çalışırlar imенно rus dilində multiklar qoşsunlar və ya elə valideynlər var ki, deyirlər ki, yox, mən istəyirəm ki, imенно mənim övladım ingilis dilində dil açsın. Çoxlu ingilis dilində multiklar qoşurlar həmin uşağa. Və yaxud məsəl üçün hələ öz doğma dilimizi götürək, Azərbaycan dili. Pastoyanно evdə Azərbaycan dilində danışırlar uşaqla, Azərbaycan dilində multiklara baxır. Uşaq Azərbaycan dilində dil açır, Azərbaycan dilində danışmağa başlayır. Çünki onlar dil açırlar. Siz hansı dildə danışsaz, hansı dildə multiklar qoysaz, hansı dildə nağıllar oxusaz, onlar onu eşidəcəklər və həmin o dildə danışmağa başlayacaqlar. Даже niyə çox vaxt deyirlər ki, çalışın ancaq bir dildə evdə danışın. Məsəl üçün elə olur ki, valideynlər, məsəl üçün bizdə elədir. Biz ya rus, ya Azərbaycan dilində danışırıq. Elə olur ki, ancaq rus dilində danışırıq. Elə olur ki, uje mix edirik, qarışdırırıq. Məsəl üçün başlayırıq ya rus, ya Azərbaycan. Bu indi mənim 2 yaşlı qızım həm Azərbaycan dilində də danışır, həm rus dilində danışır. Və bu biraz yaxşı deyil əslində. Çünki məsəl üçün bəzi suallar var ki, mən ona Azərbaycan dilində verəndə o başa düşür. Bəzi suallar da var ki, mən ancaq gərək rus dilində deyim ki, onu başa düşsün və cavab versin. Yəni əslində bu yaxşı cəhət deyil. Yəni onu demək istəyirəm ki, yəni uşaq dil açır, понимаете, danışmağa başlayır da və o, конечно, eşidərək, baxaraq dil açacaq. Amma bir də var ki, siz bir dili ikinci xarici dil kimi öyrənirsiniz. Və tutaq ki, sizin uje 20 yaşınız var, 25, 30 yaşınız var və siz deyirsiniz ki, məsəl üçün, mən rus dilini xarici dil kimi öyrənmək istəyirəm. Siz indi necə təsəvvür edirsiniz ki, pastoyanно ancaq kinolara baxım, seriallara baxım, eşidərək mən bu dili tez bir zamanda öyrənəcəm. Bəlkə də öyrənə bilərsiniz, amma siz necədir? Buna çox vaxtınız gedəcək. Yəni, əgər siz düşünürsünüz ki, mən 3-4 ay ancaq oturub rus dilində kinolara baxsam, multikalara baxsam, mən 3-4 ay bu dildə sərbəst danışa biləcəm. Нет, невозможно. Bəlkə daha siz illərlə məşğul olsanız, 1 il, 2 il, 3 il, nə bilim də bu metodika ilə bu şəkildə məşğul olsanız, ola bilsin ki, da. Amma yəni tez bir zaman nəticə əldə etmək istəyirsinizsə, yəni bu mümkün deyil. Yəni siz dərk eləməlisiniz ki, doğma dil, dil açdığımız dil başqadır, amma ikinci xarici dil kimi öyrəndiyimiz dil, onun öyrənmə metodikası tamamilə fərqlidir. Siz əgər bir dili ikinci xarici dil kimi öyrənirsinizsə, siz mütləq orada qrammatikanı bilməlisiniz. Yəni qrammatika deyəndə mən nəyi nəzərdə tuturam? Siz cümlənin strukturunu bilməlisiniz. Yəni siz necə təsəvvür edirsiniz axı bir cümlənin strukturunu bilmədən danışasınız? Вот на самом деле də məsəl üçün siz demək istəyirsiniz ki, məni toya dəvət ediblər. Bax, siz deyirsiniz ki, qrammatikanı bilmədən mən danışa bilərəm də, mən qəşəng sərbəst danışa bilərəm. Bax, siz indi necə təsvir edirsiniz beyninizdə? Bax, siz bu cümləni, feillərin zamanlarını bilmədən, qoşmaları, şəkilləri bilmədən necə təsvir edirsiniz? Bu cümləni necə deyə bilərsiniz rus dilində? Prosta adi tutaq ki, lap söz bazanız var, правильно? Necə təsvir edirsiniz? Я приглашать свадьба? Yəni, bu şəkildə təsvir edirsiniz? Нет, надо сказать, меня пригласили на свадьбу. Və bu cümlənin strukturunu da öyrənməyin ən asan üsulu təbii ki, lazımlı qaydaları bilməkdir. Yəni, siz necədir? Siz qrammatikanı necə ümumiyyətlə təsvir edirsiniz? Что qrammatika, ayda mən oturmalıyam, indi pastoyanно qaydalar əzbərləməliyəm, 1000 dənə test həll eləməliyəm. Yəni, siz bu şəkildə təsvir edirsiniz qrammatikanı öyrənməyi. Mən bayaq bir cümlə dedim ki, вот меня пригласили на свадьбу. Düzdür, məni toya dəvət ediblər.
Deməli, bax hələ bu cümlədə, bu cümlənin içində olan bir qaydanı sizə izah edəcəm. Siz bu qaydanı bildiyiniz zaman bir çox buna oxşar cümlələri sərbəst şəkildə deyə biləcəksiniz. Düzgün qoşma və düzgün çəkilişlərlə deyə biləcəksiniz. Deməli, rus dilində var kuda sualı. Kuda Azərbaycan dilində hara deməkdir. Yəni Azərbaycan dilində deyəndə, yəni tərcüməsi Azərbaycan dilində hara deməkdir. Və bu sual, kuda sualı rus dilində винительный падежin, yəni təsirli halın sualı sayılır. Bu nə deməkdir? Bu o deməkdir ki, rus dilində kuda sualına cavab verən isimləri biz işlədirik винительный падежdə, yəni винительный падежin şəkilçisindən istifadə edirik və mütləq şəkildə kuda hara sualına cavab verən ismin önündə ya v ya da na qoşması gəlməlidir. İndi gəlin bax hələ bu na qoşmasından danışaq. Значит, biz nə vaxt na qoşmasını istifadə edirik? Запомните, rus dilində hərəkəti, işi, prosesi bildirən bütün isimlər hara, kuda sualına cavab verdiyi zaman na qoşması işlənir. İndi isə gəlin bu qoşmaların mənalarını öyrənək. V qoşmasının iki mənası var. Birinci mənası belə gedir. Rus dilində bütün bağlı yer və məkanlar, не только именно yer və məkan, qapalı olan hər bir şey. Məsələn ki, bu texnika ola bilər, bu mebel ola bilər, bu əşya ola bilər. Yəni любой qapalı, içi qapalı olan hər bir şey, yer, məkan, hər bir şey rus dilində v qoşması ilə işlənir. Və əgər siz görürsünüz ki, həmin bu qapalı yer, qapalı əşya, bağlı yer, məkan, kuda hara sualına cavab verirsə, biz v qoşması ilə винительный падежdə işlədirik. Bu məsəl üçün mən demək istəyirəm ki, например, mən banka gedirəm də, düzdür? Mən deyəcəm, я иду в bank. Mən poliklinikaya gedirəm, я иду в polikliniku. Salona gedirəm, я иду в salon. İndi siz deyəcəksiniz ki, bəs niyə məsələn üçün bank dedik orada, amma poliklinikada polikliniku dedik. İndi gəlin bunu da izah edim. Deməli, bildiyiniz kimi rus dilində 3 cins var. Mən bunları artıq izah eləmişəm bir çox videolarımda. Kişi cinsli isimlər, существительное мужского рода, qadın cinsli isimlər, существительное женского рода, orta cinsli isimlər, существительное среднего рода. Deməli, hər cinsin özünə məxsus hallanması var. Necə ki, Azərbaycan dilində hallanma var, adlıq, yəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallar. Точно так же в русском языке есть склонение, hallanma var. Adlıq, yəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallar. Rus dilində olacaq именительный падеж adlıq hal, родительный падеж yəlik, дательный yönlük, винительный təsirlik, творительный yerlik, предложнидəki çıxışlıq hallar. Və hər cinsin öz hallanması var. Kişi cinsli isimlərin öz hallanması var, qadın cinsli isimlərin öz hallanması var, orta cinsli isimlərin öz hallanması var. Gəlin yadımıza salaq, kişi cinsli isimlər hansı isimlərdir? Sunu samitlə bitən bütün isimlər kişi cinsinə aiddir. Bank, salon, mağazin, market, center, город bunlar hamısı kişi cinsli isimlərdir. Və bütün kişi cinsli isimlər винительный падежə təsirli halda, именно deməli siz burada nəyə fikir verməlisiniz? Cansız kişi cinsli isimdir, yoxsa canlı. Məsələn üçün, salon bu cansızdır, cansız kişi cinsli isimdir. Brat, qardaş bu canlı kişi cinsli isimdir. Bütün cansız kişi cinsli isimlər винительный падежə təsirli halda olduğu kimi öz kökündə qalır, heç bir şəkilçi qəbul etmir. Və ona görə mən deyəndə ki, mən banka gedirəm, deməli mən hara gedirəm? Kuda я иду. Burada bank, kuda hara sualına cavab verdiyi üçün birinci işlənir təsirli halda, винительный падежə. Cansız kişi cinsli isim olduğu üçün şəkilçi qəbul etmir, öz kökündə qalır və bağlı yer, məkan sayıldığı üçün iş yeridir də, yerdir, məkandır. Ona görə v qoşması ilə işlənəcək və ona görə mən deyəcəm, я иду в bank. Bax, siz adi bir dənə bu qaydanı bilərək bir çox cümlələri deyə bilərsiniz. Я иду в bank, я иду в salon, я иду в magazin, я иду в market. İndi isə keçək qadın cinsli isimlərə. Qadın cinsli isimlər isə təsirli halda U şəkilçisini qəbul edir. Qadın cinsli isimlər hansı isimlərdir? A şəkilçisi ilə bitən isimlərdə A və Ya. Və bütün qadın cinsli isimlər винительный падежə təsirli halda U və U şəkilçilərini qəbul edir. A ilə bitirsə U olacaq, məsəl üçün работа, работу olacaq, poliklinika, poliklinika olacaq. Ya ilə bitirsə U olacaq. Например, там Antalya будет Antalyu. İndi bu məsəl üçün siz demək istəyirsiniz ki, mən poliklinikaya gedirəm, правильно? Poliklinikaya hara gedirəm? Kuda я иду? Poliklinika kuda sualına cavab verdiyi üçün işlənir təsirli halda. Qadın cinsli isimdə U şəkilçisini qəbul edir və bağlı yer, məkan olduğu üçün V qoşması işlənəcək. Я иду в поликлинику. И все, görəndə ki, qadın cinsli isim hansı ki, imенно yerdir, məkandır, kuda hara sualına cavab verir, bilin ki, V qoşmasıyla işlətməlisiniz və şəkilçidə U olacaq. Я иду в поликлинику, я иду в школу, я иду в больницу, я села в машину. Mən maşına mindim. Maşın. İçi bağlı yer sayılır da. Правильно? Mən maşına mindim. Hara mindim? Maşına mindim.
Всё, avtomatik ki mən burada işlədirəm təsirli halda. Maşın, ruslarda maşın yox, maşınadır. Qadın cins ismi olduğu üçün o şəkil içində qəbul edir və v qoşmasıyla işlənir. Я села в машину. Но я села в автобус. Avtobus уже cansız kişi cins ismi olduğu üçün olduğu kimi öz kökündə qalır. Я села в автобус. Gördünüz? Bir dənə bu qaydanı bilməklə siz bir çox cümlələri sərbəst şəkildə deyə bildiniz rus dilində. Keçək v qoşmasının ikinci mənasına. Любой şəhər, ölkə, kənd və rayon kuda hara sualına cavab verdiyi zaman v qoşması ilə təsirli halda işlənəcək. Город, название городов, şəhərlər, şəhərlərin adları, ölkələr, ölkələrin adları, rayonlar, rayonların adları hamısı rus dilində kuda hara sualına cavab verdiyi zaman v qoşması ilə təsirli halda işlənir. Və yenə eyni qaydadır. Əgər cansız kişi cins isim isə öz kökündə qalır təsirli halda, qadın cins isimlər u və yu şəkillərini qəbul edir. Например, я поеду в Анталию. Куда я поеду? Mən hara gedəcəm? Antalyaya. Antalya ya şəkilçisilə bitdiyi üçün olur Antalya və şəhər adı olduğu üçün v qoşmasıdır. Но я поеду в Bodrum. Bodrum bu cansız kişi cins ismi olduğu üçün təsirli halda şəkilçi qəbul etmir, öz kökündə qalır və yenə şəhər adı olduğu üçün v qoşması işlənir. Я хочу поехать в Италию. Mən İtaliyaya getmək istəyirəm. Я хочу поехать в Испанию. Я хочу поехать в Мадрид. Но я хочу поехать в Барселону. Gördünüz? Çox rahat şəkildə biz bu cümlələri rus dilində deyə bilirik. İndi isə keçək na qoşmasına. Na qoşmasının mənası isə çox asandır əslində. Bir çox tələbələr, bir çox insanlar bu qoşmada çaşırlar. Görsəm burada na işlətməliyəm yoxsa bu, amma əslində na qoşması çox asan bir mənası var. Deməli, əgər bağlı yer və məkanlar, qapalı olan əşyalar, qapalı olan yerlər v qoşması ilə işlənirsə, yer sayılmayan isimlər, yəni o isimlər hansı ki, işi, hərəkəti, prosesi bildirir, onlar kuda sonuna cavab verdiyi zaman na qoşması ilə təsirli halda işlənir. İş, proses bildirən hansı isimlərdir? Hansı ki, hərəkəti bildirir. Siz daha onları hərəkət feili ilə əvəz edə bilərsiniz. Məsələn, mən deyirəm ki, mən işə gedirəm. Sizcə rabota v yoxsa na qoşması ilə işlənməlidir? Bəziləri deyirlər ki, v qoşması ilə işlənməlidir, çünki rabota bağlı yer sayılır da. Bəziləri deyirlər ki, na işlənməlidir, amma başa düşmürlər ki, niyə orada na işlənməlidir. Prosta o qədər formada işləyiblər ki, avtomatik na deyirlər, amma ona oxşar başqa bir cümlə olanda orada cavab verə bilmirlər. Смотрите, siz deyəndə ki, mən işə gedirəm, mən işləməyə gedirəm. Bu yer və məkan sayılmır. Siz deyəndə ki, mən işə gedirəm, siz orada iş yerinizi qeyd edirsiniz. İş yeri bu bankdır, bu universitetdir, bu şirkətdir, bu məktəbdir, bu bağçadır. İş yeri bunlardır. Siz amma demirsiniz axı, siz işə hara gedirsiniz. Siz orada iş yerinizi qeyd eləmirsiniz. Prosta deyirsiniz ki, mən işə gedirəm. Yəni, işləməyə gedirəm. Deməli, bu prosesdir, hərəkəti bildirir. Və ona görə kuda hara sualına cavab verdiyi üçün də na qoşması ilə təsirli halda işlənəcək. Rabota qadın cins isimdə u şəkilçisini qəbul edəcək. Я иду на работу. Mən dərsə gedirəm. Dərs это урок. İndi sizcə burada bu yoxsa na işlənməlidir? Конечно же na. Çünki dərs keçməyə gedirəm. Dərsi keçirlər, dərsi izah edirlər, dərsi başa salırlar, keçirlər dərsi. Это процесс. И поэтому будет употребляться с предлогом на. Я иду на урок. Cansız kişi cins isim olduğu üçün şəkilçi qəbul etmir. No, я иду в университет. Çünki universitet yerdir, haradakı dərs keçirlər. Поэтому universitet kuda sualına cavab verdiyi zaman v qoşması ilə təsirli halda işlənəcək. Я скажу, что я иду в университет, я иду в школу, но я иду на урок. Я иду на экзамен. Mən imtahana gedirəm, yəni imtahan verməyə gedirəm. Bayaq cümlə dedim. Меня пригласили на свадьбу. Вот почему я там сказала, меня пригласили на свадьбу. Потому что hara dəvət ediblər, toya dəvət ediblər. Отвечать на вопрос куда. Avtomatik işlənir təsirli halda. Свадьба женского рода принимает окончание u. Olur свадьбу və toy məclisdir, правильно? Toyu edirlər, toyu keçirdirlər. Bütün məclislər kuda hara sualına cavab verdiyi zaman na qoşması ilə təsirli halda işlənir. Поэтому я скажу, меня пригласили на свадьбу. Gördünüz? Bax, sizcə, siz bu qaydanı bilməsəydiniz, siz bu v və na qoşmalarını, qoşmalar da qalsın bir yana, bu şəkilləri fikirləşmədən sərbəst deyə bilərsiniz. Yenə də deyirəm, bəli, ancaq eşidərək, baxaraq öyrənmək olar. Əgər sizin çox zamanınız varsa, heç yerə tələsmirsinizsə, yəni oturub illərlə
bu dinlə məşğul olmaq istəyirsinizsə, da, конечно, без проблем, vперед. Amma yox, əgər sizin məhdud vaxtınız varsa və siz mütləq bu dili öyrənməlisiniz, öz karyeranız üçün, işiniz üçün, yəni nə ilənsə bağlı da öyrənməlisiniz, siz mütləq bu qaydaları bilməlisiniz ki, cümlənin strukturunu öyrənəsiniz və sonra praktika edərək də siz bu cümlələri rahat, sərbəst danışıqda istifadə edə biləsiniz. Yenə qeyd edirəm, videonun əvvəlində də qeyd elədim, yenə qeyd edirəm. Rебята, dil açdığımız dil başqadır. Biz o dildə dil açırıq. Biz nə eşidiriksə onu götürürük. Amma sizin artıq müəyyən bir yaşınız var və siz dil açmırsınız. Siz bir dili öyrənirsiniz və biz də bir dili öyrəndiyimiz zaman mütləq qrammatikanı bilməliyik. İndi bu sizin öz seçiminizdir. Siz işinizi asanlaşdırmaq istəyirsiniz, yoxsa daha da çətinləşdirmək istəyirsiniz? Və sizcə hansı metodika daha effektlidir? Eşidərək, baxaraq öyrənmək, yoxsa qrammatikanı, cümlənin strukturasını bilərək öyrənmək? Fikirlərinizi şərh bölməsində gözləyəcəm. Bugünlük isə bu qədər. Növbəti video dərslərimizdə görüşənədək sağ olun.